Yani bizim dersimiz fənimizin necə gələ adıyla, məzmunuyla bağlı olan bir hadisəyə həsr olunur. Tarix və mədəniyyət abidələrinin mühafizəsidir bizim fənimiz. Bu günləri tarix abidəsi və mədəniyyət abidəsi anlayışların nisbəti belə bir mövzumuz var. O mövzunu biz praktiki şəkildə yəni işimizlə, ondan sonra bugünkü baş verəcək hadisə ilə əlaqələndirmək istəyirik. İlk dövrdə icazə verin sizə bu işin həyata keçirməsində, daha doğrusu layihənin həyata keçirməsində köməklik eləyən, bizim artıq uzun illər əməkdaşlıq etdiyimiz şəxsiyyətlə, böyük bir şəxsiyyətlə sizi tanış edeyim. Qarşınızda dayanan hörmətli şəxsiyyət Faiq İsmayılovdur. Bəlkə də çoxlarınız dərs zamanında mən həmişə danışanda Faiq İsmayılovun adını tez-tez çəkirəm, yəqin yadınızda da qalıb. Faiq İsmayılov kimdir? Faiq İsmayılov vaxtilə bizim universitetin məzunu olub 1983-cü ildə. 83-cü ildə bu universitetin Mədəni Maarif fakültəsini bitirib, eyni zamanda həmin fakültəni mən də bitirmişəm, Siyavuş müəllim də bitirib, Afət xanım da bitirib. Yəni, əksəriyyətimiz sizə bir qədər yaşlı olan müəllimlərin əksəriyyəti həmin fakültəni bitiriblər. Faiq müəllim də bizim məzunlardan biridir. Faiq müəllimi tez-tez biz universitetimizə dəvət edirik. Dəvətin əsas məzmunu nədən ibarətdir? Uşaqlar, Faiq müəllim çox böyük fədakar bir humanist, çox böyük fədakar bir vətənpərvərdir. Nədir onun vətənpərvərliyinin əsas qayəsi? Faiq müəllim 2005-ci ildə işğal altında olan tarix və mədəniyyət abidələrinin qorunması üzrə ictimai qeyri-hökumət təşkilatı yaradıb və ona rəhbərlik edir. Və o rəhbərlik də elə belə rəhbərlik olmuyor uşaqlar. 2005-ci ildən üzü bu yana Faiq müəllim həmin o sahə üzrə o qədər ədəbiyyatlar, o qədər mənbələr, o qədər araşdırmalar apar və araşdırmaların da nəticəsi olaraq ictimaiyyətə və eyni zamanda hər şeydən də əvvəl öz doğma universitetini, öz doğma təhsil ocağını unutmayıb və həmişə də tələbələrlə görüşlər eləyib və tələbələrə öz kitablarını, yəni o işğal altında olan abidələrlə bağlı araşdırmalarını tələbələrin ixtiyarına verib kitab şəklində. Biz artıq neçə dəfələrdir biz Faiq müəllimlə görüşürük, Faiq müəllimlə bu sahədə əməkdaşlıq edirik. İki dəfə görüşlərimizdə siz kimi sizdən əvvəlki buraxılışlarda Faiq müəllimin kitablarını biz tələbələrə ərmağan edirik. Faiq müəllimin kitabları, Faiq müəllim o kitabları tələbələrə böyük şövqlə, böyük həvəslə gənc nəsil tanısın. Yəni, heç bir maliyyəsiz, heç bir ödənişsiz, yəni ödənişsiz onları sizə hədiyyə eləyib. İndi növbəti işimiz isə, bir də onu deyim ki, işğaldan azad olduqdan sonra həmin qeyri-hökumət təşkilatının adı bir qədər dəyişilib, olub işğaldan azad olmuş ərazilərdə tarix və mədəniyyət abidələrinin mühafizəsi cəmiyyəti. Yenə də həmin o cəmiyyət indi başqa bir ad altında, başqa bir vəzifələrlə, başqa bir missiya ilə həyata keçirilir. Və qeyd edeyim ki, Faiq müəllim bilirsiniz ki, deməli, böyük işğaldan sonraki müddətdə böyük bir qayıdış layihəsi hazırlanır. Dövlət səviyyəsində strateji plan hazırlanır və Faiq müəllim də bir məsləhətçi kimi həmin planın hazırlığında şəxsən dövlət ondan, hökumət ondan, onun məsləhətlərindən istifadə edir. Çünki artıq o abidələri, daşınmaz abidələri necə mühafizə eləmək olar, necə üzə çıxartmaq olar, necə onları bərpa və konservasiya eləmək olar. Və o proseslərin hamısını Faiq müəllim artıq həyata keçirib bir təcrübəçi bir insan ki və qeyd edeyim ki, tarix və mədəniyyət abidələrinin bərpa və konservasiyasının dəyərləndirilməsi, yəni
pulla, pul ekvivalenti ilə qiymətləndirilməsi, tərcüməsi də Azərbaycanda olmalı. İlk dəfə olaraq Fahim müəllim onu beynəlxalq standartlara uyğun olaraq o qiymətləndirmələri həyata keçirib. 2 il bundan öncəki, yəni o metodologiyada, o 2 il bundan öncəki bir vaxtda həmin o kitabı da biz tələbələrin ixtiyarına vermişik və biz özümüz o kitablardan şəxsən mən dəstəyədə o kitabların hamısından istifadə etmişəm, hətta öz dissertasiyamda da. Çünki bu tərcümə yoxdur Azərbaycanda, ona görə. Ona görə biz sizə Fahim müəllim çox böyük minnətdarlığımızı bilirsiniz. Siz çox böyük iş görmüşsünüz, çox böyük necə deyirlər, əmək sərf eləmişsiniz. Sizin əməyinizin qiyməti ölçüyə gəlməz, nə? Siyavuş müəllim. İndi uşaqlar, 2 gün bundan, bir həftə bundan öncə Fahim müəllim yenə də mənə zəng elədi, dediyi Yaxanın yeni kitab var. Deməli, Qərbi Azərbaycanda Bazarçay dərəsinin əsirləri. Yəni bu da uşaqlar Qərbi Azərbaycanda olan bir abidə haqqında olan, məkan haqqında olan məlumatı işləyib, hazırlayıb, araşdırıb və çap elətdirib. İndi isə həmin o kitabı Fahim müəllim deyir ki, tələbələrə mən istəyirəm, tələbələrə paylayım və tələbələr bundan bəhrələnsinlər. Ona görə uşaqlar, siz Fahim müəllimə görürsünüz, belə insanları heç həyatdan çıxartmaq olmaz və belə insanları biz qədirləyib, yenəməliyik, göndərik. Bu mənim kiçicik bir təqdimatımdır. Fahim müəllim, siz çox böyük təqdimatlara layiqsiniz. Həqiqətən çox böyük sözlərə layiqsiniz. Mən sadəcə olaraq istəyirəm ki, tələbələr sizin şəxsiyyətinizlə qısaca da olsa, lakonik da olsa tanış olsunlar. Mənə elə gəlir ki, siz artıq tanış oldunuz. Fahim müəllim, internetə girsiniz, Fahim İsmailov yazın, görəcəksiniz nələr gəlir. Nələr gəlir, yəni təşkilat haqqında, qeyri-hökumət təşkilatı haqqında. Təbii ki, bu kitabda qeyri-hökumət təşkilatının maliyyə dəstəyi ilə deməli, həyata keçirir. Böyük məmnuniyyətlə bu Fahim müəllim bunu necə deyərlər, kitab mağazalarına da qoya bilərdi, yaxşı qiymətə də satıla bilərdi. Amma Fahim müəllim ki, mən istəyirəm gənclərimiz həmişə belə hərəkət edib. Buna həmişə Fahim müəllim belə hərəkət edib, belə humanist hərəkət edib və ilk məsəl gənclərimiz bilsinlər, gənclərimiz tanısınlar. Ona görə icazə verin, mən öz çıxışımı bitirib, qısa məlumat verdim Fahim müəllim haqqında. Siyavuş müəllim, fakültənin rəhbəri kimi siz sözünüzü ki, sonra geniş söhbəti verəcəyim Fahim müəllimə. Çox sağ olun, mən biraz sizi salamlayıram. Xoşal olmaq ki, sizlə görüşdük. Yeganə xanım, azı 10 gündən öncə mənə mahvedildik. Yeni kitabınız işimiz görür, təbii ki, ilə münasibətlər. Ümid edirəm ki, bu kitab bizim tələbəyəm üçün dəyərli bir töhfədir. Maraqlı bir kitab olacaq. Yeni uğurlar arzulayıram sizə. Çox sağ olun ki, bizi də, universitetimizi tələbə həyatına çatmamışsınız. Bu bizim üçün böyük bir hədiyyə. Minnətdaram, var olasınız. Çox böyük hədiyyədir, əlbəttə çox böyük hədiyyədir. İndi isə icazənizlə mən Fahim müəllim öz yaradıcılığından necə nail olur, bundan əvvəlki kitablara və bu kitaba necə nail olur, yəni qısa yox, geniş danışıq. Sizləri ona görə ki, mən də bu institutda sizin kimi burada oturmuşam, tələbəsi olmuşam. Və bugün də nə vaxt mən bu qapıdan içəri girəndə özümü sizin yerinizdə tələbə kimi sanırım. Hal-hazırda mənim əsas iş yerim Milli Eğitim Akademiyasının Tarix və Etnologiya İnstitutu. Oradan çalışıram. Bu tədqiqatları da yollarım. İnşallah qismət olar sizlərin də yolunuz düşər. O ki, qaldı ki, bizim bu sahədə mənim çalışmalarım ümumi götürəndə həm televiziya ekranlarında, həm YouTube kanallarında kifayət edirəm. İttifaqının idarə heyətinin üzvüyəm və eyni zamanda mən Beynəlxalq Memarlar Akademiyası Moskva şöbəsinin həm professoru və həm də həqiqi üzvüyəm. İşlərimiz çoxdur, genişdir, əhatəlidir. Xarici ölkələrlə təmaslarımız çox olur. Bura gəlməmişdən öncə mən Tiflisdə oldum, 10 gün oradakı arxivlərdə çalışdım. Bu, deyim ki, bu kitabların ortaya ərsəyə gəlməsi eyni zamanda deyim ki, ona görə daha çox vacibdir ki,
bizim dövlətimizin, dövlət siyasətinin tərkib hissəsidir. Bugün biz artıq Qarabağa böyük qayıdış çərçivəsində biz gedirik. Eyni zamanda Qərbi Azərbaycana da inşallah gedəcəyik. Odur ki, bir çay, yəni bir Bazarçay deyiləndə, Bazarçay deyək ki, Qərbi Azərbaycandan başlayır, Qubadlıya kimi gəlir, Qubadlıda olur Bərgüşad çayı. Siz Qubadlıda Bərgüşad çayını eşidəndə bilin ki, onun yuxarı tərəfi Bazarçaydır. Yəni, Qubadlı çayına gəlir, Qubadlıya qədər, yəni Bərgüşada qədər, orada olan tarixlərə qaldırarək, mən onu sizə məlumat vermişəm. İkinci bir tərəfdən ola bilir ki, məsələn, sizi hansısa narahat edən, hansısa sizi maraqlandıran, eyni zamanda, yəni, dağlarında, yəni, mənə əlaqə saxlaya bilərsiniz, istəkdə iş yerinə gələ bilərsiniz, burada suallarınızı da verə bilərsiniz. Eyni zamanda dövləti suallarını. Mənim özüm, deyək ki, çalışdığım sahə tarix mədəniyyət nazirliyidir. Və eyni zamanda mədəniyyət nazirliyinin tarix mədəniyyət nazirlərinin aşkar olmasına qeydiyyatı üzrə dövlət komissiyası var və dövlət komissiyasının tərkib çalışır. Eyni zamanda o məsələləri o dövlət səviyyəsində və bu cür qaldıra bilirik. Bunu götürəndə deyək ki, mən buna başqa kitablar da gətirmişdim. Həmin kitablar az olduğuna görə müəllimlər dedilər ki, o müəllimlər üçün qalsın, daha çox mənim Azərbaycan dərəsinin məsələləri. Amma fərqi yoxdur, yəni ehtiyac olunursa, mən əlavə deyək ki, mən buna... Yəni, heç bir problem yoxdur. Nə vaxt desək, sizin üçün bu hədiyyədir, yəni bu ona görə hədiyyədir ki, siz bunu sizə gedib taxtalarda görəndə mən də tələb olmuşam da, hamımız tələb olmuşam. Tələbə görür ki, cibinə yoxun deyir, yan verir, keçib deyir, yaxşı olsa da, ürəyici olsa da istədim. Yəni, bu baxımdan mən istədim ki, sizin əlinizdə, siz üçün əlçatan olsun. Mən burada tədbirlərim çox olubdur, mən burada hətta skeyimlərə qədər, mən burada uşaqlara bundan öncə, bəli, skeyimlərə qədər gəlmişdir. Papaq köynək var, Adəm abidəsi. İnşallah ki, olur ki, sizin özünüzün sualları olabilir. Yəni, çox məşğul, çox izləyiniz az qalın. Yox, sizə söhbətinizə çox ehtiyacımız var. Ola bilsin ki, sizlərin hansısa suallarınız olursunuz, hansısa müraciətləriniz sizə cavab verməyə, sizin bir tələbə yollaşmasını cavab verməyə. Çünki mən hələ ki, özümün bir tələbə istəyirəm. Çox sağ olun ki, siz təhsil aldığınız məkanı, təhsil aldığınız tədris müəssisəsini bu qədər müqəddəs sayırsınız, bu qədər dəyərləndirirsiniz. Bu çox gözəl bir hissdir, çox gözəl bir fikirdir. Bunu bizim gələcək tələbələrimizə, gələcək məzunlarımıza bir nümunə ola bilər. Sağ olun. Kitab haqqında daha ətraflı məlumat istəyirdim. Yəni, daxilindəki mövzulardan nəyə toxunursunuz? Yəni, hansı abidələrdən daha çox? Çox sağ olun. Mən unutmuşdum, yəni mən biraz çox danışdım, sayılarda unuttum. Mən sizə əyləşin həziyyətdən keçirdim, ayaq üstə qalmayın. Burada siz oxuyanda bu kitabı çox yeniliklər görəsiniz. Məsələn, görəsiniz ki, bu günləri Ermənistan öz ərazilərindəki bütün tarix, kilsə və monastırları özlərininki hesab eləyirlər. Amma siz biləsiniz ki, Gorus şəhərində mövcud olan bu saatda istifadə olunan erməni kilsəsini Şah Abbasın göstərişi ilə və vəsaiti ilə tikilibdir. İkinci bir tərəfdən, siz bu kitabı oxuyanda sizə məlum olacaqdır ki, bu erməni, deyək ki, Azərbaycanda, deyək ki, Rusiyanın bu ərazilərin işğalından sonra Alman, deyək ki, katolikosluğu Ermənistan katolikosluğuna tabi olub elətdirildi. Yəni, 1-ci Nikolayın fərmanıyla. Və burada Tatev adında kənd var və Tatev monastır var. Bunu siz internetdən də geçsəniz, orada baxıb görə bilərsiniz. Həmin Tatev monastırının heç bir rahibi ermənilərə tabi olunur. Və onlar, deyim ki, erməni kilsəsinin rəhbəri 1923-cü ildə
ora silahlı dəstə göndərib 1000 nəfərə yaxın o TATEV-in əməkdaşlarını güllələyiblər, məhv eləyiblər, lənətləyibdir TATEV monastırını və bu gün də ermənilər TATEV monastırında ibadət eləmirlər. Çünki onu lənətlənmiş hesab edirlər və o Alban yurdudur, Alban monastırıdır. Mən bu çalışmışam ki, yəni bu videoda, yəni sizin də çox vaxtınız almayayım, çalışmışam ki, bu abidələr haqqında sizə məlum olmayan, internetdə olmayan, mətbuatda olmayan o məlumatları mən burada aşkar edeyim ki, artıq siz gələcəkdə sizin də bir tədqiqat sahəniz ola bilər. Sizin hər biriniz ola bilər ki, gələcəkdə bu sahədə tədqiqatçı kimi bir yol tutasınız. İnşallah ki, bu da sizə bir yol dəftəri olur. İnşallah elə bir ki, qayıdış proqramı ilə də bağlı, layihəsi ilə də bağlı, yəqin sizə maraqlı olan, bizim 2-ci semestrdə bu məsələyə, bu mövzuya qayıdacaq. Ancaq ola bilər, çünki bugün bizim üçün çox aktual və müasir məsələdir, həyatımızda yaşadığımız gündəlik məsələlərdən biridir. Əgər maraqlandıra bilər sizi ki, yəni qayıdışla bağlı, işğaldan azad olmuş ərazilərdə bu proseslər necə gedir? O da bəlkə maraqlandısa, o sahə üzrə maraqlandıran sizə suallar varsa da, onu da Fahim bəy cavab verməyə hazırdır. Çünki bu işin içində olan bir şəxs kimi. Mən sizə deyim ki, qayıdış həm Qarabağ və Şərqi Zəngəzur regionlarına və həm də Qərbi Azərbaycan üçün böyük qayıdış konsepsiyası dövlətimiz tərəfindən qəbul olunubdur. Mən 2 həftə bundan öncə Xankəndində bir konferansda iştirak etmişəm. Orada Xankəndi Dövlət Universiteti ilə tanışdığım olubdur. Yəni, bu ərazilərdə bu qayıdış insanların oradan məskunlaşması üçün onlara şəraitin yaradılması ilə başlayıbdır. İstər Ağdamda, istərsə də digər ərazilərində, Laçında və s. Deyək ki, bu qayıdış tərkibində deyim ki, insanların o yurtlarına qayıdışı üçün şəraitlər yaradılır, orada evlər tikilir, orada onlar o ərazilərə qaytarılması üçün dövlət bütün vasitələrdən istifadə edir. Yəni, böyük qayıdış mənim özüm, Tarix və Etnologiya İnstitutunda, Milli Etnologiya Akademiyasında Qarabağ və Böyük Qayıdış şöbəsi də mənim öz şöbəmdir. Birbaşa gələcəkdə də sizə hansısa bir maraqlandıran bir sahədə işlər, yəni bu sahədə istiqamətdə məsələlər olursa, mütləq şəkildə mənə müraciət edə bilərsiniz. Mən sizi məlumatla, materialla təmin edirəm. Fahim bəy, mənim özümün bir sualım var. Siz daha çox bu işğal altında olan ərazilərdə və işğaldan azad olmuş ərazilərdə daha çox daşınmaz abidələr haqqında həqiqətlər arasında araşdırmalar. Daşınmazda daşınan və yaxud qeyri-maddi olanları necə maraq dairəniz var? Bəli, mən sizə deyim, yəni sizə o məlumatları verilməkdirsə, yəni mənə bir və eyni zamanda deyək ki, bizim daşınan tarix mədəniyyət abidələrimiz muzey eksponatlarıdır. O, deyək ki, nənə babalarımızın boğçasında qalan tilmələrdir, toxumalardır, tikmələrdir, xalçalardır və s. Yəni, bütün bunlar. Mən deyim ki, sizcə ki, bunun sayılarını da mən hazır eləmişdim. Haradasa 130.000 təkcə muzey eksponatlarımız ermənilər tərəfindən fondları ilə edilir. Ermənilər tərəfindən mənimsənlikdir. Haradasa 50.000 eksponat isə mülki əhalinin o zaman işğal olunduğu dövrdə onların evlərində qalır. Məsələn, deyim ki, bir baba yadigarını, bir nənə yadigarını eləyə bilmirlər. Bu reliklər qalır və ermənilər gəlib onlara götürürlər, onlardan istifadə edir. Bu istiqamətdə də sizlərdə nə vaxtca, hansısa bir narahatçılıq verəcək, hansısa bir sual yaranarsa, böyük məmnuniyyətlə sizi məlumatlandırarım. İşfai yox, yazılı formalara mən inşallah Allah'a çox şükür indi əlaqə olmadan belə internetdən hər cür əlaqə saxlamaq olur. Sosial şəbəkələrdə. İnşallah canlı
mütəxəssisimiz qarşınızdadır. Suallarınızı bir qədər aktiv edin. Yəni sualınız yoxdur. Hansınızsa yəqin Qarabağ ərazisində olanlarınız var da yəqin ki. Buyurun gəlin. Hansı ərazidənsənsə? Qarabağın Füzuli rayonundan, Qoçaməti kəndindən işğaldan azad olunan da torpaqlarımız 2021-də. Orada tərcüməsi kimi də iştirak etmişəm. Yəni müharibədən sonraki dövrdə öz torpaqlarımızı görmüşəm. Orada xarici vətəndaşların hər birinə izah eləmişəm tariximizi, ermənilərin bizə törətdiyi yanğınlar, bəli, ingiliscə tərcüməni. Yəni bir çox xarici xəbərlərdən gəlmişdi, həm də öz televiziya kanallarımız gəlmişdi. Yəni oraya gedəndə insan məsələn çox qəribə hiss edirdi. Mən də orada soruşdular ki, necə hiss edin? Dedim ağlamaqda, yəni bundan başqa bir söz ifadə edə bilməyəm onlar. Çünki orada atamın uşaqlığı orada keçib, məscidlərimizi gördüm, karvansaraları gördüm. Qarğa Bazar karvansarası olmalıdır. Orada olduq. Sonra Şuşada iştirak etdik. Şuşada Cıdır düzünə gedəndə bizə orada əskərlərimizin necə oradan qalxdığını göstərdi. Biraz o mövzuları danışanda insan çox həzanlı. Anadan olmuşdun sən o zaman? Yox, mən. Yəni ki, o hissələrdə məsələn bizim yuxarı Gövhərağa, aşağı Gövhərağa məscidlərində olduq. Yəni oradakı tarixi məlumatlar çalışdım ki, bir qədər öz bildiyimdən xarici vətəndaşlara, musiqiçilər gəlmişdi, onlara izah edirdim fikirlərimi. Yəni onlar da özləri rahatca başa düşdülər, gözləri ilə gördülər ki, ermənilər bizə qarşı necə bir hərəkət törədiblər, yəni müharibə dövrünü anladılar. Yəni insanların çoxunun hətta orada simlərdən hazırladığı oyuncaq arabaları da var idi, yəni onlar da qalmışdı. Yəni onların hər birini gördük gözlərimizdən, yəni çox bir fərqli bir hiss idi. Muzey işçisi üçün o hissləri yaşamaq çox böyük vacib bir məqamdır. Yəni muzey işçisi təkcə sadəcə olaraq onu baxmamalıdır, onu görməlidir və əgər həyəcanlanırsa da ekspresivliyi deyirlər. Muzey əşyasının ekspresivliyi, attraktivliyi. Əgər bir əşya səndə hissi oyadırsa, deməli bu artıq muzey əşyasıdır. Yəni o çox gözəl ki, səndə artıq bu hisslər formalaşır. Deməli səndən gələcəkdə gözəl muzey işçisi olacaq. Potensial var, potensial var. Bilikləri genişləndirmək lazımdır. Mən deyim ki, mən 2020-ci ildə Şuşa tam azad olunmuşdu və Cənab Prezident 60 nəfərdən ibarət bir qrup göndərildi Şuşaya və mən də o qrupun içindeydim, 60 nəfərin içindeydim. Biz gedib o muzeylərə baxırdıq. Bir mövsüm Nəvvabın muzeyinə girdik, o muzeydə deyim ki, hər şeyi dağıtmışdılar, amma heç nə yığışılmamışdı. Yəni, orada bir insanlar biz idik, gedən insanlar biz idik. Mən orada baxdım, çox şeylər vardı. Orada bir eksponat mən götürdüm, qalmışdı. Onu ermənilər aparmamışdılar. Nəysə, ehtiyac hiss eləmişdi. Deyim ki, kəndirdən toxunma 2 mərtəbəli gül Kaşbo deyirlər, kaşbo. Onu mən götürdüm, onu mən indiyə kimi də saxlamışam. İndi Allah qoysa, deyim ki, mən Prezident Aparatlarında Dövlət Agentliyi Konstitusiyasını orada xahiş eləmişəm ki, biz bir tədbir düzəldək və gedək Şuşaya və həmin Şuşada 11 mövsümlər var, eksponatını özünə götürmək. Yenidən qaytarılması, nədən irsi geri qaytarılması. Vahid bəy, mən bir dənə söz deyim, mən bir də məqalə hazırlamışdım bu Qarabağ muzeylərinə bağlı. Necə oldu Qarabağ muzeyləri bu, siz nə ilə? Keçin. Deməli, Qarabağ muzeyləri necə didərgin düşdü? Bunu bilsin mən nə ilə əlaqələndirdim bir o didərgin düşməyin səbəbini. Bir də əlaqələndirdim Sovet dövründə, Sovet vaxtında muzeylər haqqında qanunda maddənin olmaması. Bilsin nə maddənin? Hərbi vəziyyətdə mobilizasiya, fövqəladə o maddənin olmaması mən onu əlaqələndirdim ki, bu muzeylərin də çoxsunun dağılmasına səbəb olmuşdur. Siz muzey işçiləri, muzey direktorları bir-birlə hansı hərəkət eləsinə o məqamda? Nə qanun var idi, nə təlimat var idi. Nə təlimat var idi, nə də qanunvericilikdə o müddəa yox idi. Ona görə də ola bilmir də qalsın yerində, yoxsa bunu ötürsünlər. O dağıntıya səbəb olmağın da bir səbəbi var, ən əsas səbəbi. Müddət hər şey qanunvericilikdə öz əksini tapmalıdır. Ancaq o yox idi. Nə o ilə əlaqələndirdim ki, yəni ki, bu Sovet İttifaqında necə hərbi müdaxilə ola bilər?
Sovet onu qoya bilməz, orada elə bir müddəa aça bilməzdi axı o hərbi vəziyyət, Sovet İttifaqında hərbi vəziyyət ola bilərdi. Yəni o nöqteyi nəzərdən o onları necə upuşini deməzdi, boşluq deməzdi. Sadəcə onları Sovet hökuməti qəbul olunmaz bir şeydir. Ona görə mən o cür əsaslandırmışam və elə gəl ki, düzgün də, obyektiv də. Yəni əsas səbəblərdən biri də o idi. Əgər sizin üçün maraqlı olarsa, mən işğaldan azad olunmuş ərazilərdə 23 müzey 4 şəkil qalağı hesabında onların fondları haqqında, onların eksponat sayıları haqqında məlumatları məlumat istəyirəm. Çox gözəl. Mən bir məqalə yazmışam, ancaq onu yazmışam. Saytda baxarsınız. Əlavə etmək üçün başqa bir sonradan mənə gəlir ki, muzey əməkdaşlarının, muzey direktorlarının təşvişə salan, onları necə deyirlər, dolaşığa salan əsas səbəblərdən də biri oldu. Nə elə düşünürəm. Bu mənim yəni məqalə yazan müəllif kimi fikrim. Başqa suallar da yoxsa vaxt qalır. Yox, sizin vaxtınız olsun. Sizin dərsimizi necə deyirlər, məntiqi cəhətdən davam etdirirsə, uşaqlar üçün də, tələbələrimiz üçün də çox maraqlı olar. Uşaqlar, sualınız varmı? Suallar var? Yoxdur. İndi biz sizə təqdim etmə mərasimini eləyəcəyik, yəni kitabları sizə paylayacağıq, yəni o kitablardan qəşəng istifadə edin, gələcəkdə. Kimsə özündə daha çox ehtiyac hiss edirsə, onu götürür. Qalan əlinə qalırsa, qalsın burada. Yəni gələcəkdə uşaqlara... Biz nəzərdə tutub ki, hamıya paylayaq, ancaq indi ola bilər kimsə istəməsə də yenə də. Nə varsa da gəlsin, götürsün kitabı və imzasını atsın. Mən şək çəksiniz. Bakın, siz oturun, avtoqraf götürmək istəyən olar. Peki kimsə atılaq Paylayaq, sonra fotoğrafı çıxartır. əyləşirsiniz. Əyləşin fayda. Yaxşı. Onda əyləşin uşaqlar. Əyləşin. Peki silahını çağırın uşaqları. Hamısı paylamaq istiyorlar. Bilmirəm, uşaqlar. Bilmirəm, 5 də var, 4 də var, 3 də var. Həsə də ki... Ya bəlkə qalsın, sonra siz özünüz verəsiniz. Kimsə də istirahat haqqında eləsin. Bugün deyirəm, istəyənlər rəhsəkləmə Gəl, Rəna, yeganə, bunlar ən aktiv uşaqlarıdır. Bunu koyuyor. Biliyor musun? Götürün. Aynen, hamıza. Sizi tarix maraqlandırmır. Maraqlandırırsa cümün olaraq sonra onsuz da kitab belə elə verilməyəcək. Sizi tarix maraqlandırır. Bəli, sadəcə çatmayacaq mənə elə baxıram. Sizi maraqlandırır tarix. Maraqlandır, bu Stufa da var orada. Ne olsun? Cəlb olun da. Hə, var. İndi icazə verin mən keçeyim. Bu tarixi hadisəni neyim? Ay sonrası. İcazə verin. İcazə verin. İcazə verin. Sən belə çəkib bu tərəfə. Aysi. Mən sana gəldim. Sən gəl qabağa. Sən balaca sonuçta. Mən mane olmuşam.
Заходите и читаете? Я уже хочу взять студентов уйти на урок. Пускай он нам напишет, девочкам. У меня русский сектор. И когда установите? Я с вами А, оценки это не скажу. проблема. Да? Да, это можете. Можете Говорить спросить. можно. Да, да. Это не проблема. Я с вами скажу очень, что я вас встретила. Да, скажите. Да. Там еще был один художник-фотограф, Айк Зухрабов или как это Да. было и звали? Закиев. Закиев, да. Жив? По-моему, нет. Потому что он обычно по праздникам не поздравлял, что это не праздник. Да, я помню его. Он в Вышке, кажется, работал. Да, да, да. Тетя, ну вот. Да. А, buyur. Vay, mən sağ tərəfdə qızlara ötürəndə mən çəkə bilirəm. Ailənizi istəyirəm, mən burada vacibəm zaman çox sağ olun, var olun, kəşərəm, inşallah, sağ olun. Sağ olun. Sağ olun, sağ olun. Bunlar hansı fakültədir? Bunlar muzeyşünaslar. Bunların sahəsi Bəli. biraz gecikiyor. Senin kitap lazım değil. Niye?
Sizdə vizitka var da? Yoxdur, verməmişəm. Nə pis adamım, hə mən. Buyurun. Baxdınız kitaba? Bəli. Çox yaxşı idi, maraqlı kitabdır. Maraqlı kitabdır. Nədir maraqlı? Tarix keçmişimiz. Azərbaycan tarixindən bəhs edir. Tarix bir bölgə Qərbi Azərbaycan. Mövzunun maraqlı olmaması ehtimalı yoxdur. Yoxdur, bəli. O bölgələr ki, hələ biz elə oradan geri götürməmişik, götürəcəyik. Yəni elə bir mövzu haqqında danışır ki, ora görmürük canlılara, məlumat edə bilmirik. Yəni bu dəyərli Məlumatı da. Bunlar bizə lazımdır ki, biz də olmasaq gələcək nəsillər bilsin ki, o torpaqlar bizimdir. Qərib Əsasən Qarabağ, Zəngəzur bölgəsində. Mən də Qarabağdanam, Füzulidərəm. Ona görə mənim üçün çox maraqlı işlər. Getmirsən ora? Haçan getmirsən? Füzuldə yaşayıram. Yox, haçan getmirsən? Hə, orada yaşayırsan. Bəli, Ha, orada bir şey xoşuma gəlmədi ki, hamısını yığdılar bir yerə. Bu düzgün deyil. Düzgün deyil. Mənim dostlarım vardı, onların həyət evləri vardı. Mən ora getmək istəyirəm. Mən çəkirəm, narahat olma. Bax, var kart sizdə. Necə? Kart var. Oy vermişsin. Tanış olduğunuz kitabla. Nə deyə bilərsiniz? Çox qəşəng kitabdır, tərtibatı da gözəldir. Yəni içərisində düzdür, səthi baxın, amma məncə dəyərli kitabdır. Hə, bu bizim Qaynaq kimi istifadə olması, mənbə kimi istifadə bir gün qayıdacağımız torpaqlarda o yerlərlə biz tanış olacağıq. Lazım olsa bərpa edəcək. İnşallah. Hara qaçsın? Baxdın kitaba? Bəli, baxdım. Xoşun gəldi? Bəli, çox Nə xoşuna gəldi? Nə maraqlıdır? Bir gün qayıdacağımız torpaqlar həqiqətən belə buradan ilk təəssüratı necə deyim? Yəni kitabı belə dərindən oxumadığım üçün həqiqi bir Bəli, bəli. geniş bir məlumat verə bilməyəcəm, amma həqiqətən maraqlı. Tərtibatı görürsən də necədir? Rənglər nə, hamısı? Bəli, bəli, çox qəşəngdir. Sevdim. İnşallah oxuyacağım, bitirəcəm. Allah. Uşaqların bir sual da var. Sonra mənim də bir sualım var sizə. Kim idi oğlum? Oğlunuz sual verirsiniz. Əvvəla xoş gəlmisiniz. Bütün sağ olun ki, görüşdünüz. Belə bir sualım var. Bu kitab dediniz, Qərbi Azərbaycan bölgəsi haqqında, Zəngəzur, Orda Xançay haqqında. Sual verir ki, biz bu bölgəyə getmə ehtimalımız sıfıra yaxındır. Bu ehtimal ola siz bu kitab haqqında necə yazdınız? Məlumatları necə əldə etməz? Dəqiqliyi ilə. Bu biz bu ərazilərə getməyimiz çətindir. Və əlbəttə ki, bir zamanlar biz Qarabağda Şərqi Zəngəzur getməyimiz də çətin idi. Lakin o dövrdə mən bu araşdırmalar apardım. Ümumilikdə bu ərazi, yəni Qərbi Zəngəzur ərazisinə aid olandı, yəni siz doğru vurguladınız, bu Bazarçay dərəsinin nəsilləri. Bu əsir sözünün ortaya gəlməsi, yəni bizim abidələrimizin orada əsir qismində qalması deməkdir. İkinci bir tərəfdən o ki, o məlumatları ki, fotoları ki, mən harda, necə, kimlərdə və eyni zamanda mənim deyim ki, bu layihə çərçivəsində mütləq şəkildə həm Tiflisə, həm Rusiyanın bir çox ölkələrinin, şəhərlərinə nezamiyyələrdə oluram, tanışlarım olur. Kavkazski Uzel saytı var, o saytda mənim çox yaxın tanışlarım var, amma Azərbaycan əleyhinə orada yazılar çoxdur, yəni çox qoyular. Yəni, bu istiqamətdə mən o əldə eləyirəm onlarda və bir qismində pulla satın alıram. Yəni, o material kimdən ələ tuturanda, onun haqqını da deyirlər, mən onu deyirəm, o materialı mən əldə edirəm. Şalayırda sualınız var. Mən necə deyirəm, ənənəvi, sona yaxın həmişə ənənəvi sual olur. O ənənəvi suallardan biri Faiq müəllim. İndi planınızda nə gözlənilir? Mən planımda gözlənilən, ən çox tezliklə gözlənilən Mədəniyyət Nazirliyinin Abidələrin Mühafizəsi və Dövlət Xidməti var.
Həmin dövlət xidmətinin rəhbəri Səada xanımın xahişi ilə mən Laçının mədəniyyət tarixini işləyirəm. Gələn ayın 1-ci 10 günlüyündə biz oturub müzakirəyi və kitab şəklinə salamla mütləq bura gələcək. Deməli uşaqlar, bizim sağlıq olsun, 3-cü kursa yenə də sizinlə sağlıq olsun. Yenə də fərqlənmək görüşümüz olacaq. Artıq yeni bir ədəbiyyat var. İnşallah yeni bir ədəbiyyat var. Yeganə xanımların para olduğunu, yenə də Azərbaycanlılar Yəni bildim ki, Laçınlı bütün hər yerlərəm, amma mən əslən Laçınlıyam. Hal-hazırda bu dəqiqədə Laçın şəhərində yerlərim. İstədiyiniz var, istədiyiniz qonaq gələ bilərsiniz. Siz deyim ki, daha yaxın düşürsünüz, yəni zəngin. Yəni o ərazilərə gedir. Mən bir də mən düz hələ mən Qarabağ zonasında olmamışam işğaldan sonra. İnşallah, sağ olasın. Amma bir məsələ var. Orada məsəl üçün görürsünüz və yeni şəhərciklər salınır, şəhərlər salınır. Sadəcə ola bilir bir sual vermək istəyir ki, tipik evlər tikilir. Hamısı tipik evləri tik olmaya düşünüyor. Yəni ki, eyni standartda. Necə fikirlərsiniz? Bu kənd ab havasının standartlarına uyğundurmu? Yox, yəni mənim özüm etiraz eləmişəm, dəfələrlə etiraz eləmişəm və dövlət komissiyalarında fikirlərimi vermişəm. Ümumilikdə götürəndə Laçın şəhəri hər kəsin öz evinin üslubunda bəyəndirir. Yəni orada belə bir fikirlər yoxdur. Amma o başqa kəndlər Zəngilanda, Füzulinin özündə, Füzuli şəhərinin özündə deyim ki, çox mərtəbəli binaların olması və yaxud da ki, bir mərtəbəli və yaxud da ki, həyat evi var. Yəni bunlar xatırlarda birisində Avropanın qaçqın düşərgələri. Belə bir təəssürat. Bunu biz qaldırmışıq, inşallah baxılmasına ehtibam edirik. İndi mən düşünürəm ki, yəqin gənclərimiz hələ o haqda fikirləşmir. Ancaq bir müddətdən sonra yəqin də o haqda da fikirləşəcəklər ki, görəsən necə olur. Çünki o kənd ab-havası, kəndin özünün öz iyi var, kəndin özünün öz necə deyərlər, tərzi var da. Yəni biz əldə o cür təsəvvür edirik. Bizim bilirsiniz, yəni biz dəyərlərimizi qorumalıyıq, adət-ənənələrimizi qorumalıyıq. O kəndlər, indi xanım biz Füzulidən, Füzulinin Nasır kəndində özünün, özü uşaqdır, onun valideynləri bilirlər, evlərində bəlkə söhbət eyləyirlər, eşidir. Bu ildə, məsələn, onun vaxtı kimsə kimə qonaq gedəndə nələri pişirirdilər, nələri edirdilər. Adət-ənənələr, məsələn, deyək ki, nişan nəfər olurdu, cehiz nəfər aparılırdı, cehiz aparanlar nə olurdu, onlara nələr hədiyyə olunurdu. Ümumiyyətlə, biz bunları unutmalı deyilik, yəni biz bunları yaşatmalıyıq. Bunlar bizim varlığımızda yaşamalıdır, yəni gələcəyimizdə yaşamalıdır. Uşaqlar hamısı cavan uşaqlardır, dünən sıralar göz açıb dünyaya elə təzə gəliblər, gənclərlər. Yəni, bax, bunlar ona baxıb öyrənməlidirlər. Ən azından ona gücümüz çatmışsa, ən azından biz kitablarla təmin edirik. Məsələn, mən sizə deyim ki, məsələn, ənənələri, Laçında işğal dövrünə qədər 6 mı çörək məlumatı bir şey var. 6 çörək məlumatı. Hamısı fərqli, bir-birindən fərqlidir. Hər məhəllənin yəqin. Yox. Mövsümə görə. Məsələn, mən deyim ki, sizə ki, yuxa əsasən yaz yay aylarında pişirilərmiş. Ona görə ki, havalar istidir, fırınlar otura bilirlər, soğuk deyil. Amma soğuklar başlayanda, məsələn, buna da o ilginə uyğun xanralı pişirirlər. Qroşsuz. Xanralı qroşsuz. Fərqli qroşsuz. Yox, o özü, xavranın özü gördüyünüz o qroşdan deyil. Yox, bu qroş yox. O qroşdan deyil. Deyim ki, qış aylarında daha çox Sonra bəzən pandemiya da yanılmışdı. İndi bəzən biz gedirik mağazaya, edirsiniz hər gün biz görürük. Mağazaya gedik və deyir ki,
Neyinə dururlar? Bir kere montajında dediğim bir tapo yerisi. Ben şimdi diyorum ki hepsinin öz təyinatı var. Dəqiq təyinat. Ola bilər ki, ancaq ki təyinatlar var. Aslında orada yerləşdirmək üçün bir layihəydi, amma gələcəyi bu cür nəyə gəlir ki, yəni ki, ola bilər. Ölkə həyatını yenidən öz əvvəlki ruhuna, Yox, onlar qayıdacaqlar. Onda şəhər həkət olsa da kreatif sənayelər var. sənayenin tətbiqi ilə bağlı mənim kitabım Yetim asker görüyoruz. Televizyona gələnlərin istəyirəm. Çoxları birbaşa sizin özünüzün bağlıqlamışlar. Siz əraziyə gedəndə necə deyək ki, o insanlara bu məsləhət edirsiniz. O insanlar hər işlərindən məşğul olur, onu kartallaşdıra bilir. Yəni, Onlar qazanc əldə edir. Qazanc əldə edir. Məsələn, artasına kiçik bir quş obrazı yarada bilirsən, məhdudlar, ağaçlar, taxtalar və s. Yəni, onu orada gözəl edə bilirsən ki, o çatışmır, onu maliyyələşdirir və eyni zamanda siz kiçik sahibkarı çevrilə bilirsiniz. Yəni, bu istiqamətdə yəni ki, bizim tikmələrimizdə xanlarımızda, yəni, bu istiqamətdə Tuzlu Bələdiyyə Nazirliyində o layihələrə işləmə verir. Orada xüsusi bölmə var. Xüsusi bölmə var da, kreativ sənayelərdə vasif islahatı edir. Rəhbərin bildirir, ondan belə layihə təklif eləmişlər, mənim işlədim. O təlimat kitabını yazılar üçün hazırlanıb. O təlimat kitabında sizə məncə çox deyil, məndə hansılarına 15 min Yəqin ki, bizim bu kitabdan yeni var, çünki müəllimlərimizi çox alır. Biz sizdən təzdən istəyəcəyik, yəni ki, 5-6 dəfə yenidən istəyəcəyik, müəllimlərimizə davet edəcəklər. O kitabda necə verməliyəm mən? Nasıl müəllimlərimizə verməkimizə verərsin? Qaçdım, kitabdan bizə. Bu qədər uşaqlar, yeni də sualınız var. Biz hələ Fahim müəllimə siz bitirənə kimi, ali məktəb bitirənə kimi, Fahim müəllimlərin görüşlərimiz çox olacaq. Ben genelde biraz İngiliz aspirantur gelmiş, İngilizce aspirantur ediyorum. Gelmiş akademiyada İngilizce mi görüşmüş? Sağ olun. Necə tanışdığımızda məmnun qaldınız. Həmişə biz eyni sözü işləyirik. Fahim müəllimə danışırıq. Bəli, buyurun. Mənim tədqiqat sahəm həm cəmiyyətdə və həm də elmdə, Milli Elmlər Akademiyasında tarix mədəniyyət abidələrində əsasən arxeoloji, memarlıq və monumental heykəltaraşlıq sənətləri. Yəni, bu istiqamətlər. Yox, onlarla bağlı. Öz arxivində olan məlumatlarda, məsələn, deyək ki, xristiyan bu saat çox vacib, yəni bu, məsələn, bəzən müsəlman xristiyanlar, xristiyan müsəlmanlar, bu maraqlı bir şey. Mədəniyyət abidə aşkarlanır, bu müəyyənləşdirir, bu hansısa etnik aid, yəni Yox, belə bir şey yoxdur.
fikirlərindən ama sualı doğru qoyuyorsunuz. Çünki istiqamət mən anlayayım ki, nə istəyir. Dəqiq olsun, yəni sual dəqiq olsun ki, nə istəyirsiniz yəni, obyektiniz nədir? Belə, sakin olun, inşallah sual maraqlıca